Sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin təlimçisi və rəhbəri Aytəkin Rəsulova. Bu günlərim sizə ARTİN-nin 2025-ci il üçün sertifikasiya imtahanı ilə bağlı keçirdiyi sınaqdan bağlı izah vermək istəyirəm. Və indi mən sizə biologiya fənni ilə bağlı izah verəcəm. Biraz sonra isə dərslərin bitdikdən sonra isə coğrafiya, kimya, informatika və fizika fənni ilə bağlı da izahlarımı çəkməyə çalışacağam mən sizin üçün. İndi gəlin başlayaq biologiya fənni ilə bağlı düşən kurikulum suallarımıza. Deyir ki, interaktiv təlimin xüsusiyyəti hesab edilmir. Mən hər zaman demişəm, zaten bizim kurikulumlarımız hamısında eynidir. Bir inteqrasiya, bir də taksonomiya mövzusu hər fənnin özünə uyğun düşür. Buna görə deməyək ki, hər fənnin özünün kurikulumu ayrıdır və yaxud da ki, hər fənnin özünün kurikulumunu ayrıca öyrənmək lazımdır. Xeyr. Yəni bu sualları biologiyadan başqa sertifikasiya imtahan verən digər müəllimlər dinləyə bilər. Bunun sizə xeyri olacaq ki, nəinki ziyanı. Başlayalım birinci sualdan. Və bu mənim müdavimin getdiyi sınaqda cəmi bir səhvi var. Mən də artıq vaxtım az olduğu üçün və çox mesaj gəldiyi üçün bunu bu formada izah etmək qərarına gəldim ki, ən azından izah əlimizdə olsun. Başlayaq. İnteraktiv təlimin xüsusiyyəti hesab edilmir. İnteraktiv təlim bizdə bilirsiniz ki, cəlb olunma və refleksiyanın aparılan, müəllim və şagirdin qarşılıqlı əlaqəsi üzərində qurulan, şagirdin passiv olmadığı, müəllimin dərsi ancaq mühazirə ilə keçdiyi, bu dərs olmalı deyildir. İnteraktiv dərs budur ki, müəllim və şagird qarşılıqlı ünsiyyətdə əlaqədədir. Şagird öz fikrini bildirir. Yəni müəllimlər, bu da bizim cavabımız düzgün olaraq A bəndidir. Müəllim mərkəzi yanaşmanın əsas götürülməsidir. Xeyr, burada müəllim mərkəzli yox, şagird mərkəzli. Hətta burada deyir müəllim nə keçəcəm yox, şagird nə öyrənəcəm yanaşmasında olmalıdır. Biliklərin yaradıcı tətbiq edilməsi bura aiddir. Yeni biliklərin araşdırma ilə, layihə ilə, problemlə bu cür öyrədilməsi aiddir. Qarşılıqlı təlim aiddir. Təfəkkürə əsaslanması aiddir. Yəni birinci sualın cavabı elə A bəndidir. Çox da rahat sualımızdır. Sual bilir ki, hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Şagirdin nailiyyətlərini qiymət şəkildə ifadə etmək. Bəli, 0-30 bal aralığı 2 alırdı, 30-dan 60-a qədər 3 alırdı, 60-80 arası 4 alırdı, 80-dən yuxarı 5 alırdı. Bəli, düzdündür. Müəllimin tədris fəaliyyətini dəyərləndirmək, ölçmək, dəhəcələndirmək üçündür, düzgündür. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək üçündür. Bəli, səviyyə ölçmək düzgündür. Baxın, inkişafdırsa, izləməkdirsə formativdir. Amma səviyyə, dərəcə ölçmə varsa summativdir. Təlimin hər hansı bir mərhələsində şagirdlərin nailiyyətini qiymətləndirmək yarım ildə. Yarım il söhbəti olmasaydı bəlkə də bəli, biz bunu formativ sana bilərdik. Amma artıq burada yarım il söhbəti varsa, bu bizim ilə summativə aiddir. Şagirdin təlim nailiyyətlərini gündəlik olaraq izləmək bizim formativ qiymətləndirmənin elə təriflərindəndir. Və mənim müdavimim bir də bu sualı səhv eləyibdi. Baxın, tapşırıq belədir ki, sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq xasiyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Müəllimlər, biz burada plan hazırlamalıyıq. Burada plan hazırlamalıyıq, büdcəni nəzərə almalıyıq, miqdarı, yaşı nəzərə almalıyıq, düzdürmü? Sağlamlığı nəzərə almalıyıq. Müəllimlər, bu bizim nəyimizə aiddir? Hər hansı bir şeydən bağlı ölçmək, dərəcə, yaş söhbəti burada var, düzdürmü? Maddiyyat, rəqəm. Yəni artıq şagird burada bir hesablama aparmalıdır ki, tutaq ki, məsəl üçün 300 manat maaş alan insan üçün mən qidalanma planı hazırlayıram. Tutaq ki, yanımızda diyetoloqa qoşulan varsa, diyetoloq deyir ki, məsəl üçün maaşınız nə qədərdir? Bunu həqiqətən soruşur diyetoloq ki, maaşınız nə qədərdir? Şəxsən qoşulan biri kimi deyirəm ki, maaşınız nə qədərdir? Məsəl üçün orada yazacaq ki, hə, avokado, nə bilim, tutaq ki, proteinli qidalar yazacaq ki, hansı ki, bunların məbləği yüksəkdir. Bunu 300 manat maaş alan bir insan biraz çətin qarşılayır. Buna görə o insanların maaşını düşünür və həmin maaşa uyğun bir qida yazmalıdır. Yəni bu reallıqdır müəllimlər. Yəni bu da bizim həm hesablamamız var. Buna görə olur bizdə riyaziyyat və biologiya fənni. Həmçinin burada elə sağlamlıq biologiya fənninə bağlıdır, yəni biologiya fənni. Həmçinin də ki, deməli, riyaziyyat və biologiya fənninin bir yerdə olması bizdə hansı inteqrasiyaya aiddir? Fənn-arası inteqrasiyaya. Burada başqa, yəni bir fənn daxili məzmun xətti yoxdur. Şagird bunu evdə hazırlamayacaq. Şagird bunu dərs zamanında hazırlaya bilir. Bu da təxəyyülündə, beynində, düşüncəndə belə bir söhbət də yoxdur. Həyatı üçün yoxdur. Nə bilim, özün üçün söhbəti də yoxdur ki, biz deyək ki, hə, bu da artıq uşaq öz həyatından bunu götürəcək. Fənn üstü inteqrasiya olsun. Ancaq müəllimlər fənn-arası inteqrasiya var. Cavabımız yalnız fənn-arası inteqrasiyanın olmasıdır. Başqa heç bir inteqrasiyamız yoxdur. 54-cü suala baxaq. Belə ki, tapşırıq. Təngi nəfəslik, ürək döyünmə, baş gicəllənmə, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanına zədələndiyini müəyyənləşdirin. Şagird təbii ki, təngi nəfəsliyin, ürək döyünməliyin, əzginliyi, simptomlarını başa düşür, bunları bilir və bu bildiyinə görə tətbiq eləyir ki, bu şagirddə hansı xəstəliyi var. Bayaq mən başda dediyim üçün üzr istəyirəm, müəlliməmizin 2 səhvi var imiş.
Biri taksonomiya ilə bağlı olan səhvdir. Deməli, nə oldu bizdə müəllimlər burada? Şagird bunu bilir və bildiyinə uyğun da tətbiq eləyir ki, bu xəstəliyi filan şeydir. Tətbiq eləməkdən bağlıdır müəllimlər. Burada anlamaq, başa düşməkdə yoxdur. O təngəpəsliyin əlamətlərini, əzginliyin əlamətlərini bilməsə, simptomlarını bilməsə, onda hansı orqan zədəliyini axı tapa bilməz. Bilir və bildiyini tətbiq eləyir. Tətbiq eləməyə aiddir. Deyirəm, taksonomiya ilə bağlı ən azı 2 sualımız var. Bu gün də gördük ki, mən deyənlər öz yerini tapdı. Taksonomiya, inteqrasiya, qiymətləndirmə, bu link, bu 4 mövzu demişəm ki, mütləq düşür və 5-i 4-ü də var. Hətta 5-incisi də bizim interaktiv dərslə bağlıdır. Elə o da var. Şagirdlərdə 2 bioloji prosesin müqayisəsi verilmişdi, tapşırılmışdı. Əldə edən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək və insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək lazımdır. Daha, ən, bir şeyin müqayisəsidir. Bunlar içərisindən ən vacibini seçmək lazımdır. Bu da bizim ən daha sözümüz hansındaydı? Birini seçirdikdə təhlil etməyə aiddir müəllimlər. Təhlil etmək. Sualdır ki, valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu da sizə mane olur. Yəni siz tutaq ki, müəllimsiniz, sizə mane olur. Çünki hər dəfə şagirdi gözləməli olursunuz ki, və evə uşaq sonra getsin, sonra gedək və gecikirsiniz. Gec getməli olursunuz. Deyir ki, bununla bağlı problemi necə həll etmək olar? Hansı daha effektiv olar? Deyir ki, valideynə isə demədən şagirdlə birlikdə gözləməyə davam edirsiniz. Axı yanlışdır. Müəllim nə qədər uşağı gözləyə bilər ki, hər gün gecikmək. Yəni olmaz. Narazılığınızı şagirdə bildirin ki, evdə bunu valideynə desin. Xeyr. Yəni bunu uşağa niyə desin ki, müəllim? Yanlışdır. Valideynin davranışı barədə məktəb rəhbərliyinə məlumat verin. Ölçü götürülməsini istəyin. Yanlışdır. Olmaz. Yəni gizliliyi də pozmaq olmaz. Valideynlə danışıb səbəbini öyrənməyə və birlikdə problemin həlli yolunu tapmağa çalışın. Müəllimlər çox məntiqli cavablardır. Yəni kurikulumu oxumayan belə biri bu sualları gördüyü zaman məncə asanlıqla bu situasiyaları həll edə bilər. İş vaxtınız bitdiyinə görə şagirdin məktəbdə dayanıb valideynini gözləməsini tapşırın. Yanlışdır. Yəni müəllim uşağı axı tək başına qoya da bilməz axı. Fotosintez zamanı fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edilir. Müzakirə elə aparılır ki, şagirdlər bir-birinin fikirlərini dinləyirlər və deyilənlərdən çıxış edərək suallar verirlər. Uşaqlar bir-birini dinləyir, dinlədiyinə uyğun sual verir. Baxın, müzakirə sual-cavab zamanıdır. Cavabı dinləyir, cavabdan sual çıxardır. Bu da bizim hansı iş üsulumuzdur? Sokrat dialoqu idi. Cavabdan sual çıxartmaq. Sualımız belə bir sual var ki, hansı fikirlər doğrudur? Deyir, müəllim problem situasiya təqdim edir və tapşırıqları real situasiyalar üzərində qurur. Bəli, düzdündür. Müəllim şagirdlərə dərsi problem üzərində qura bilər, düzdündür. Emosional intellekt təşkilatçılıq bacarıqlarını inkişaf etdirir. Bəli, qəbul etmə, cavab vermə, dəyərləndirmə, təşkil etmə, xarakterizə etmə. Təşkil etmə bizim nəyimiz idi? Özünü anlamaq, özünü lider etmək, həmçinin də başqa bilinənləri əldə etmək, düzdündür. Strategiyasız da pedaqoji bilikləri formalaşdırmaq asandır. Müəllimlər, biz üsulumuz, strategiyamız, özümüzü dərk etməmiz, bizim bir planımız deyim, yəni bir üsulumuz olmasa müəllimlər, pedaqoji bacarıqları formalaşdırmaq o qədər də rahat deyil. İnsan özünü dərk etməsi üçün özünün bir strategiyası olmalıdır. Yəni üzümüz yanlışdır. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. Bəli, müşahidə bacarığı, müşahidə nə deməkdir? Gözünlə baxmaq, hər hansı bir şeyi izləmək. Bununla deyir, informasiyanı emal etmək bacarığı rasional təfəkkür, yəni riyazi təfəkkürü ölçməyə imkan verir. Bəli, mənlər düzgündür. Düzgün cavabımızdır. 5-ci dərsin məzmununu bütün şagirdlərə eyni şəkildə çatdırılması daha məqsədə uyğundur. Yəni mənlər burada axı hər şagirdin özünün öyrənmə tərzi başqadır. Hər şagirdin özünün hazırlıq səviyyəsi başqadır. Hər şagirdin özünün maraq dərəcəsi başqadır. Düzdür. Müəllim şagirdlərə dərsi izah eləyəndə, belə deyim də, yəni hərəyə ayrı izah eləmir. Sadəcə müəllim bunu müxtəlif öyrənmə tiplərinə aid olaraq qruplaşdırır. Keçmişik biz sizdən bunu. Hansı dərsdə idi? İnklüzivlik dərsində idi. Elə şagirdlər var ki, biraz gec qavrayır, gözündə zəiflik var, eşitməsində problem var. Bunlara dərsi xüsusi formada hazırlayıb göndərə bilər müəllim. Ona görə müəllimlər 5-imiz yanlışdır. Birdən için dəqiq olduğunu bilirik, bir də bildik ki, deməli 4-ümüz oldu düzgün, cavab olacaq 1, 2, 4. 59. Əgər komanda yoldaşınızın təklif etdiyi hal məqsədə uyğun deyilsə, nə edərsiniz? Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? Yəni bizim effektiv müəllim, şagird münasibətinə aid olan suallarımızdandır və yaxud da ki, şagirdlərin bir-birindən ünsiyyətinə aid olan suallarımızdandır. Baxın, bu zaman deyir ki, mən münasibətlərin pozulmaması üçün yoldaşımı dəstəkləyərəm, müəllimlər. Axı o hal məqsədə uyğun deyilsə, biz niyə problemi yanlış bir həll yolundan həll eləyək ki? Yanlışdır.
C. Müstəqil şəkildə həll edirəm. Axı biz burada əməkdaş olmalıyıq, bir yerdə işləməliyik. Yanlışdır. Komanda toplantısı ilə üzvləri bu fikrin yanlış olduğuna inandırardım. Yəni hamı içərisində deyirsən ki, bu yanlışdır, səhv deyir. Artıq o uşaq da axı bununla qarşı biraz pis ola bilər. Yanlışdır. Yoldaşımın fikrinin səhv olduğunu faktlarla sübut edirəm. İnsan yəni həyatda kiməsə nəyisə sübut etməkdən heç vaxt irəli gedə bilməz. Və əsas da ki, bunu aqressiv bir formada. Sadəcə biz onunla bağlı öz fikrimiz, yəni o demək deyil ki, onun fikri səhvdirsə, bunu başqa yolla həll etmək lazımdır. Onun fikrinə nəzakətlə fikir bildirmək lazımdır və ona başqa həll yolları təklif etmək lazımdır ki, sənin bu həll yolundan başqa, bəs bu cür həll etsək nə olar? Artıq müəllimlər, bu bizim ən yüksək əməkdaşlıq bacarığımıza aiddir. 60-cı suala baxaq. Şunu sualda deyilir ki, tələffüz zamanı davamlı olaraq bir qrup şagird başqa şagirdi ələ salır. Xarici görünüşünü məsxərəyə qoyur. Nəticədə bullyinqə məruz qalan şagird özünə qapanır, gərginləşir və ünsiyyətlə yayınır. Siz bullyinqlə şagirdlə, qrupu ilə dəfələrlə danışsanız da, onların hərəkətini davam etdirirlər. Deməli, bir uşaq başqasına bullyinq edir, bir qrup uşaq bir uşağa bullyinq edir, sosial bullyinq var. Uşaq da özünə qapanır. Biz deyir ki, bullyinq edən uşaqlarla danışırıq, amma onlar buna əl çəkmirlər. Hansı deyir həll yolu daha uyğundur? Baxın, deyir bu uşaqları görməzdən gəlin, valideyninə şikayət edin. Tamamilə yanlışdır. Necə yəni bu uşağı görməzdən gələk ki, valideyninə bildirək? Yəni müəllimin demək onda peşəkar müəllim deyil də, yanlışdır. Sonra deyir bullyinq edən şagirdlər əsas olaraq saxlayın, onlara bu cür davranmağın doğru olmadığı haqqında danışın. Müəllim uşaqlara bunu bildirib amma yenə bunlar bunu davam etdirirlər. Demişdik ki, mənfi işlə bağlı saddan var idi. Özü danışır, xeyri yoxdursa psixoloqu yönləndirirdi. Aydındır? Artıq onun da xeyri yoxdursa ən son həddə rəhbərliyə bildirirdi. Burada özü danışıb xeyri yoxdur. İndi burada biz uşağı nə etməliyik müəllimlər? Cavabımız C bəndedir. Biz uşaqlarla fərdi formada yenə danışırıq hamısının ayrı-ayrılıqda. Bunlara emosional dəstək veririk. Özlərini aparmağı, özünü dərk etməyi, empati qurmağı öyrədirik ki, başqa bir hisslərini anlasınlar. Emosional intellekti. Həmçinin də bura artıq psixoloqu cəlb etməliyik. Yəni o bu işi professional bir formada həll eləyəcək. D bəndində bütün siniflə deyir söhbət eləyin. Bu uşaqların müəllimə xeyri olmayıb. İndi bütün siniflə danışmasan xeyri mi olacaq? Yanlışdır. Valideyni məlumat verir, evdə deyir həll eləsinlər. Yanlışdır. Müəllim özü bunu sinifdə həll eləməlidir. Düzgün cavabımız müəllimlər C bəndidir. Bu da olur bizim biologiya ilə bağlı test suallarımızın düzgün cavabları.